Novruz bayramı münasibətilə dənizkənarı bulvarda ziyarətçilər üçün xüsusi bayram güşəsi hazırlanıb. Bu il məkan daha fərqli və dinamik üslubda tərtib olunub. Baharın gəlişini əks etdirən dekorativ elementlərdən geniş istifadə edilib. Güşədə Novruzun atributları quraşdırılıb, ərazi isə mövsümi çiçəklərlə bəzədilib. Dənizkənarı Milli Parkda yaradılan Novruz yarmarkası ilə tanış olaq. Getdik. Bunun ən sevdiyiniz hansı ənənələri var? Əvvəla bütün xalqımı təbrik edirəm Novruz bayramı münasibəti ilə. Çox gözəl ənənələrimiz var. Elə burada da atributları görürük. Ən gözəli pişinti pişirməkdir də qadınınki. Gözəl paxlavamız, şəkərbulamız, şorqoğalımız, nə bilim, təmizlik işlərimiz, hamısı gözəldir. Xalqımıza bu bayramda nə arzu edirsiniz? Əmin-amanlıq. Ən gözəl, ən belə dünyamızın sakit olmağını istəyirəm. Bu yarmarkada ən çox nəyi sevdiniz? Demək olar ki, hər şey. Hər şey gözəldir, həmişə belə olaq, həmişə enerjili olaq. Mən də bayram təbrik edirəm bütün xalqımızı. Bizə əsas odur ki, əmin-amanlıq olsun, dünyamız xoşbəxt olsun, evlatlarımız xoşbəxt olsun. Bayram bizə həmişə ruzi bərəkət, xeyir gətirsin öz gəlişi ilə. Buradakı da gördüklərimiz də hamısı gözəldir, qəşəngdir. Həmişə təkrar olmanı çox istəyərdik. Xalqımızı təbrik edirəm. İllər bir-birindən gözəl, düşərli gəlsin. Ən vacibi əmin-amanlıq olsun, sülh olsun. Millətimiz həmişə bax bu cür xoş ovqatda yaşasın. Şəhərimizdə Novruz bayramı ilə bağlı ən çox nəyi sevdiniz? Valla ben burada en çok geleneksel şeyleri çok yaşatıyorsunuz, onu çok sevdim. Birlik, beraberlik, bu güzellikler, semeniler, yumurtaların boyanması. Türkiye'de biz bunları göremiyoruz. Burada görmek bizi çok hoşnut etti. Bir Türk geleneği olması ve yaşatılması bizi çok mutlu etti. Burada bunlara şahit olmak, arkadaşımla birlikte geziyoruz. Bizi sevinçli kıldı açıkçası. Eskiden bizde de bu bayramlar çok güzel kutlanıyordu ama tabii bizde biraz daha bunlar değişti zaman içerisinde. Bazı kültürlerimiz, şeylerimiz unutuldu, geleneklerimiz. Burada biz daha çok şimdi gelirken şeyi görüyoruz. Eski Türk kültür ve geleneği yaşatılıyor ya, o çok hoşuma gitti benim. Mimarisi çok güzel, şehir çok temiz, insanları çok güzel. Yani kardeşlerimizsiniz zaten. Sizleri çok seviyoruz. Azerbaycan'ı çok seviyoruz. Bakü çok güzel. Novruz bayramı gələndə çox sevinirəm. Bu bayramda tonqal qalayır, şirniyyatlar hazırlayır və ailəmizlə birlikdə qeyd edirik. Bu bayram münasibəti ilə hər kəsi ürəkdən təbrik edirəm. Bəs Novruz bayramının ən sevdiyin ənənəsi nədir? Papaq atmaq və yumurta döyüşdürmək. Papaq atmısan ya atmısansa içinə hurcununa nə doldurmuşsun? Hə, papaq atmışam, amma bu ilə də atmamışam, atacaq. Bayramda mən ən çox şeyi sevirəm. Bu şəkərbura paxlava yeyirik, evdə hazırlanır, belə ailecə yığışır, hazırlayırıq. Biz dünənlər gecə saat 1-ə qədər paxlava şəkərbura hazırlamışıq. O çox xoşuma gəlir. Bir yerdə süfrəyə yığışıb oturub yeyib içmək. Məncə ümumiyyətlə yeni il Novruz bayramıdır mənim üçün. Yəni yeni ildən çox belə Novruzla gedir yeni ilə. Ona görə daha çox sevirəm onu. Bu il bayramı Naxçıvana gedəcəm, oralıyam. Orada gedəcəm ailəlikcə inşallah yığışacağıq. Elə bir süfrədə belə geniş bir ailədə qutlayacağıq. Mənim o ikinci rəvayətsə Biz gəlmişik istirahət etməyə. Bizim Azərbaycan çox xoşumuza gəlir. Havası, təbiəti. Sizin millət, sizin insanlar gələn turistlərə yaxşı əhval-ruhiyyə bəxş edəcək. Bizim bu yaz ayı xoşumuza gəlir. Azərbaycan xalqını sevirik. Ruslar da Azərbaycan xalqını sevir. Biz istəyirik sülh təkcə Azərbaycanda, Rusiyada yox, bütün dünyada olsun. Azərbaycan. Bayramın ən sevdiyin ənənəsi hansıdır? Fal baxdırmaq, qulaq falına çıxmaq. Üzük falı. Bu bayramın səndə ən doğma tərəfi nədir? Özüm də martda doğmuşam, martın 18-i. Yəni bayram ərəfəsi belə deyim də, həm doğum günüm ərəfələri deyə bu bayramı çox sevirəm. İlahə Qəmbərli, Çingiz Abdullayev, Missiya TV.